nəyin işarəsidir? O qızıl neydi o qızıl? Bəli, qızıldır. Qızıl faydalı qazıntı hansı ərazilərdə yayılıbdır? Məsələn, Avstraliya, Hindistan, Özbəkistan idi, Rusiya idi, ABŞ idi. Ay, sağ ol. Aha. Bir də başqa hansı misal göstərə bilərsən? Bir ölkəndə demək olar. Bir də Carda var idi. Carda. Carda hansı qızıl yatağı var idi? Carda o Taona. Tautona qızıl yatağı var idi, düzdür. Bəs Avstraliyada olan qızıl yatağın adı nə idi? Superpit. Ay, sağ ol. Tautona yadda saxlayır. Tautona qızıl mədənində şaxta üsulla çıxarılır. Avstraliyada yerləşən Superpitdə isə hansı üsulla çıxarılır? Açıq üsulla. Bunu da yadda saxlamaq lazımdır. Aha. Sonra bu nəyin işarəsidir? Hansı faydalı qazıntının işarəsidir? Civənin, yox, almazın. Aha, düzdür, almaz. Almaz hansı ərazilərdə yayılıb? O da mənim deməli almaz. Almaz əsasən mənim dənizin dibindən çıxardılırdı. Düzdür, dəniz dibindən almaz çıxaran ölkə hansı idi? Norvegiya. Ay, sağ ol. Bəs əlavə olaraq almaz hansı ərazilərdə, ölkələrdə çıxarılır? Mənim Konqoydu, Rusiya idi, biraz Car idi. Düzdür. Afərin. Daha sonra bu hansı faydalı qazıntının işarəsidir? O qrafitdir. Bəli, qrafitdir. Qrafit hansı ərazilərdə çıxarılır, yayılıb? Deməli, qrafit Dekan yaylasıyla bir də Madagaskar. Aha, biz əlavə olaraq da qeyd edirik ki, Dekan yaylasında da deməli qrafit ehtiyatı vardır. Daha sonra bu hansı faydalı qazıntının işarəsidir? Mis. Yox, o neftdir, neft. Aha, sağ ol. Neft hansı ərazilərdə yayılır? Bilir ki, neftdir, qazdır. Bunlar geniş ərazilərdə yayılır. İndi yadında qalanlardan hansılar misal göstərə bilərsən? Neftin yayıldığı hansı? Maracaibo gölünü göstərə bilərəm. Şimali Afrika, Turan ovalığı, Xəzər dənizi, Şimal dəniz, Meksika dənizi. Meksika körfəzi. Meksika körfəzi. Bir də Qərbi Sibir ovalığı da ola bilər. Karib dənizi ola bilər. Aha. Karib dənizi. Sonra İran körfəzi əsas deyə bilərik. Qvineya körfəzini qeyd elədin məsələn, Qvineya körfəzi. Aha, İran körfəzində də var. Neft necə faydalı qazıntıdır? Təbii. Yox, yəni hansı faydalı qazıntılar? Necə? Üzü mənşəli çökmə. Çökmə mənşəlidir və çökmə mənşəli faydalı qazıntının hansı növünə aid edilir? Yəni ki, yanaraq. Aha, onu demək istəyirdim. Yanar faydalı qazıntıdır. Daha sonra bu nəyin işarəsidir? O dəmirin. Aha, dəmir filizinin işarəsidir. Elə filiz deyirsə adı üstündə hansı faydalı qazıntılar aiddir? Deməli filiz faydalı qazıntıdır. Dəmir filizinə biz dəmir filizinə hansı xassəli filiz faydalı qazıntı deyirik? Bəzi xassəli faydalı qazıntılar deyirik. Bəzi ferromaqnit. Ah, sağ ol, onu demək istəyirəm. Deməli ferromaqnit xassəli faydalı qazıntıdır dəmir filizi. Daha sonra dəmir filizi hansı ərazilərdə yayılıb? Braziliya, Dekan məsələn, Ukrayna, Kanada, Ural, Orta Sibir. Aha, sonra Qazaxıstan da var idi. aha, Qazaxıstan. Qazaxıstanda hansı deməli yataq idi məsələn? Sadəcə bilərsən. Kustanay, Kustanay. Aha, məsələn daha sonra Fransada hansı deməli yataq var idi? Fransa. Aha. Yəni yataqlarını öyrənmədim. Eyb yox. Onları soruşmuram onda. Bir də məsəl üçün nəyi qeyd edə bilərik? Liberiyanı deyə bilərik məsəl üçün, Orta Sibir yaylasını. Bunları da qeyd edə bilərik. Dekan yaylasını demişdin. Bəli, o dedi Dekan Braziliya. Sonra Ukrayna, Liberiya dedik, Ural dağları, Kanada qalxanı və s. Bunlar deməli dəmir filiz ehtiyatları ilə zəngindir. Daha sonra deməli buradan denən deməli bu işarə, bu faydalı qazıntı hansı faydalı qazıntının işarəsidir? Mən onu bilmirəm deyir. Hansı faydalı qazıntıdır? Boksit. 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 Deməli boksit hansı ərazilərdə yayılıb? Qvineyada yaranıb məsələn, Rusiyada yaranıb, Fransada, Macaristanda. Aha, sonra Avstraliyada. Böyük bir boksit, orada çox böyük boksit ehtiyatları vardı. Avstraliyada harda deməli boksit ehtiyatı vardı? Cape York yarımadasında, düzdür. Ən böyük boksit hasilatı regionudur Avstraliya. Daha sonra əlavə hansıları qeyd edə bilərsən? Sonra digər Yamaykada, Yamaykanın özü, Yamaykada da boksit ehtiyatı var. Daha sonra Surinamı misal göstərə bilərik və s. Daha sonra bu hansı faydalı qazıntının şərt işarəsidir? O alnüt. Yox, apatit. Ay, sağ ol, apatit. Apatit harda yayılıb? O böyük ərazidən sonra yayılıb. Asan deyək saxlamaq. Bəli, Şərq Avropa ilə Çin. Ay, sağ ol, düzdür. Daha sonra bu hansı faydalı qazıntının işarəsidir? Yuxarıdakı yoxsa aşağıdakı? Aşağıdakı işarələdiyim. Manqan. Manqan işarəsidir bu. Manqan hansı ərazilərdə yayılıb? O car falan olan idi manqan. Car, başqa car düzdür. Hindistanda düzdür. Sonra Car, Hindistan, Ukrayna. Ukrayna, bir də Braziliyanı misal göstərə bilərik. Sonra gəldik bura. Bu hansı faydalı qazıntının işarəsidir? Mənim o təbii qazdır. Aha. Qaz hansı ərazilərdə yayılıb? Təbii qaz ehtiyatı. Elə demək olar ki, bu da neftdən oxşardır. Bir dənə burada fərqli olaraq təbii qazda məsələn Avstraliya var. Ay, sağ ol. Görürəm ki, buna diqqət etmisən, ikisini müqayisə etmisən ki, onu bilirsən. Demək olar ki, neft olan ərazilərdə qaz da yayılır. Qaz ehtiyatı da olur, təbii ehtiyatı. Amma məsəl üçün Avstraliyada neft ehtiyatı yoxdur, amma deyirik nə var? Qaz ehtiyatı var. Bəli, düzdür. Digərlərində onsuz da neft ehtiyatlarını da saymışdıq. Bəli. Aha. Daha sonra mənə deyək bu faydalı qazıntı hansı faydalı qazıntının işarəsidir? O mis, yoxsa mis dedik. Düz bucaqlı şəklində. Bu daş gölü. Bu daş gölü. Daş gölü də bilirik ki, geniş bir ərazidə yayılıb, bir çox ölkələrdə, bir çox ərazidə yayılıb. Bundan hansı ərazilərə misal göstərə bilərsən daş gölü ehtiyatlarını? Məsələn Almaniya, Polşa, Ukrayna, Rusiya, Türkiyə, ABŞ, Kanada, Car, Avstraliya, sonra Çin, sonra Qazaxıstanı qeyd elədin, Türkiyə, Qazaxıstan. Türkiyə, Qazaxıstan dedim. Orada da deməli faydalı qazıntı daş gölü ehtiyatları yayılmışdı. Bu hansı faydalı qazıntının işarəsidir? Mən deyəsən atmamışdım o zaman. Yox, vermişdim.
Bir ərazidə yayılıb sadəcə, körfəzdə. Qaraboğaz Qolu körfəzində Türkmənistanda yayılan hansı təbii ehtiyat idi? Dedik ki, sadəcə Türkmənistanda Qaraboğaz Qolu körfəzində Glaber duzu. Oy, hə, Glaber. Hə, Glaber duzudur. Glaber duzunun işarəsidir. Bəli. Daha sonra bu nəyin işarəsidir? O qalay idi. Qalay ehtiyatları harada yayılıb? Məsələn, Cənub-Şərqi Asiya ölkələrində yaranıbdır. Mərkəzi Afrikada, Bizim Cənub-Şərqi Avstraliyada. Asiya ölkələrinin ümumiyyətlə qalay ölkəsi deyirik həm də. Deməli orada qalay ehtiyatları zəngindir. Burada deməli sualtı qalay yataqları mövcuddur. Bu hansı ölkələr deməli sualtı qalay ehtiyatları çıxarır? Malaziyanın Xayrat. Əlavə olaraq harda başqa var idi qalay ehtiyatları? Hə, Mərkəzi Afrika idi, Avstraliya idi, Hindçin idi. Bir də Hindçin yanında Avstraliya. düzdür. Bir də bir ərazidə də var idi. Ant dağlarında hansı ölkədə idi? Taypu. Ya da İlyanpu. Taypu yox, İlyanpu. Bəli, mən bilirəm. Taypu SES-dir. Su elektrik stansiyasının adıdır. Burada İlyanpu, Boliviyada İlyanpu dağı var. Orada deməli qalay ehtiyatları ilə zəngindir. Daha sonra bu nəyin işarəsidir? Hansı faydalı qazıntının işarəsidir? Orada nikel. Nikel də dedik hansı filiz faydalı qazıntılara aiddir? Onu bilmirəm. Ferromaqnit. Dedik ki, nikeldə kobalt, nikel bunlar ferromaqnit faydalı qazıntıdır. Daha sonra nikel hansı ərazilərdə yayılıb? Kanada ilə Kuba. Düzdür.